Digər bir misala da baxaq, yəni başqa bir misala da baxaq. Həminki ədədləri yazım elə, həminki ədədlər üzərində göstərim. Çünki burada bir məqam var, onu sizə qeyd eləyəcəm. Ona görə həmin ədədləri göstərim. Bayaqçı ədədləri yazdım. Yəni 2222-nin üzərinə 55555, üzərinə 44444 gəldim və bunların cəmini 4-ə böldükdə deyir, alınan qalığı tap. Yəni qalığı, sırf bu günləri qalıqların qalıqları soruşur, alınan qalıqları soruşur bizdən. Bayaq dedim ki, yəni birinci üsulu bilirik, adi ilə toplayıb bölürük 4-ə. İkinci üsulda da ədədlərin hər birini ayrı-ayrılıqda 4-ə bölə bilərik və sonda nə qədər qalıq alırıqsa həmin qalıqları toplayırıq. Həmin qalıqların cəmi qədər qalıq olur və yaxud da əgər həmin qalıqların cəmi bölənə bərabərdirsə, demək ki, tam bölünür. Əgər böləndən böyükdürsə, yenidən həmin qalıqların cəmini bölənə təkrar bölürük, ta ki, böləndən kiçik ədəd alana qədər. İndi də bu misalı, daha doğrusu bu ədədləri 4-ün üzərində baxaq. Bayaq dedim ki, üçüncü üsulda da, yəni 5-ə bölünmədə, üçüncü üsulda da son rəqəmlərini götürürük, yəni ədədin son rəqəmlərini götürürük, toplayırıq və topladıq və 5-ə böldük. Göstərim, yəni görürsünüz ki, son rəqəmlərini götürdük, topladıq və 5-ə böldük. İndi isə həmin ədədlərdir. Düşünəcəksiniz ki, yenə də bunların son rəqəmlərini götürüb toplayıb 4-ə bölürük. Xeyr, əziz izləyicilər, 4-ə bölmədə elə etmirik. Yəni o demək deyil ki, 3-cü qaydada həmişə ədədin son rəqəmlərini götürüb toplayıb verilmiş ədədə bölürük. Yəni bu qayda hamısı üçün keçərli deyil, yalnızca 5 üçün keçərlidir. Daha doğrusu tərifi belə verəcəm ki, yadınıza gəlirsə, ədədin, daha doğrusu bölünmə əlamətləri keçmişdim izahlarımda. Bütün cüt ədədlər 2-yə tam bölünür, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə tam bölünür. Sonra son 2 rəqəmi 4-ə bölünən ədədlər 4-ə tam bölünür. Baxın, son 2 rəqəmi keçmişdik. Yəni 4-ə bölünmə əlaməti nə idi? Yəni bu üsulda, bu 3-cü üsulda çalışın toplamaya aid olanlardan deyirəm. Yəni toplamadan söhbət gedir, cəmdən söhbət gedir. Verilmiş cəmin hər hansı bir ədədə bölünməsindən alınan qalıqlardan söhbət gedir. Yəni toplamaya aid olanlardan çalışın bölünmə əlamətlərindən istifadə edin. Yəni əgər 3-cü üsuldan istifadə edəcəksinizsə, mütləq burada bölünmə əlamətlərindən istifadə edəcəksiniz. Yəni o üsulla gedəcəksiniz. Burada 4-ə bölünmə əlaməti necə idi? Son 2 rəqəmi 4-ə bölünürsə, son 2 rəqəmdən söhbət gedir. Son 2 rəqəmi götürürük. Yəni bölünmə əlaməti, 4-ə bölünmə əlamətlərində qayda bu idi. Son 2 rəqəmlərini götürürük, toplayırıq. 55 plus 44 bərabərdir. Buradan bunu sileyim. Son 2 rəqəmlərini götürdük. Toplayırıq. 121'i 4'ə bölürük. Bərabərdir. Yəni bizə cavab əslində, yəni natamam qismət lazım deyil, bizə qalıq lazımdır. Əslinə qalsa qalıqda 1 almış olacağıq. Demək ki, bu ədədlərin cəmini 4'ə böldükdə qalıqda 1 almış olacağıq. 9'a da bölə bilərik. Yəni bu ədədləri biz burada böl 4 yox, böl 9 da ola bilər.
onda nə edirik? 9-a bölünmə əlamətini xatırlayırıq. Yəni 9-a bölünmə, tam bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi deyirdik. Yəni verilmiş ədədlərin rəqəmlərinin cəmi 9-a tam bölünürsə, demək ki, həmin ədəd də 9-a tam bölünür. Yəni 9-a bu üçüncü üsuldan bölünmə əlamətlərindən mütləq hər rəqəmin bölünmə əlamətlərindən istifadə edərək üçüncü üsuldan istifadə edəcəksiniz. Toplamaya aid də, təbii ki, toplamaya aid misallardan söhbət gedir. Burada da bu ədədlərin hər birinin rəqəmini tək-tək toplayacaq. Nəticədə cavab neçə alırıqsa, yəni bu şəkildə göstərim. 2 plus 2 plus 2 plus 2 plus 5 plus 5 və s. deyək ki, çoxlu bərabərdir, üstə gəldik. Yəni hər birini də topladıq, yəni rəqəmlərin. Cavabda aldıq 53. 53'ü də 9-a bölürük, bərabərdir 5, qalıqda isə 8 almış olacaq. Demək ki, bu ədədlərin də cəmini 9-a böldükdə qalıqda 8 almış olacaq. 3 üsulun dedim sizə, əziz izləyicilər, yəni verilmiş ədədlərin cəminin hər hansı bir ədədə bölünməsindən alınan qalıqları soruşursa, bunun 3 üsulunu sizə dedim. İndi hansı üsullardan istifadə etmək sizin üçün rahatdırsa, həmin üsullardan istifadə edərsiniz. Amma yenə də təkrar deyirəm, üçüncü üsuldan istifadə edərkən bölünmə əlamətlərində, yəni bütün rəqəmlərinin bölünmə əlamətlərində qaydalar nə idisə, üçüncü üsulda da həmin qaydalardan istifadə edəcəksiniz. Yəni 9-a bölürsünüzsə rəqəmlərinin cəmini götürürsünüz, 4-ə bölürsünüzsə son 2 rəqəmlərini götürüb toplayırsınız, 5-ə bölürsünüzsə sonuncu rəqəmlərini götürüb toplayırsınız, yəni ədədin sonuncu rəqəmlərini götürüb toplayırsınız və s. Belə hər bir ədədin, yəni rəqəmin öz qaydalarına istifadə edərək qalığı tapa bilərsiniz. İzahlarım bu qədər, əziz izləyicilər. Videolarıma baxdığınız üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.